Azərbaycanın əməkdar artisti Nazir Rüstəmin 70 illik yubileyi keçirilib. Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində qeyd olunan tədbirdə quruluşçu rejissoru olduğu Ümid İşığı tamaşası da nümayiş olunub. Aktyor tamaşada özü də rol alıb. Tamaşada ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar və sənətsevərlər də iştirak ediblər. 70 yaşım tamam olur, hiç bilmiyorum valla bu iller necə keçdi. Tamaşalar hazırladım, roller oynadım, kinolara çekildim. Xarici ölkəlerde burada və bir də gördüm ki 70 axlamışam. Yəni Nazir müəllimin 70 yaşı mübarək. Vallahi doğrudan yaşadıkça görürsən ki 50'de 60'lı 70'li bir yaş deyil. İnşallah 80'ında 90'ında 100'ünde görüşək. Nazir müəllimi mən ilk növbədə təbrik edirəm. Nazir müəllimin quruluş verdiyi tamaşada oynayıram hal-hazırda Yalçın rolunda. Doğum günü münasibətilə onu ürəkdən təbrik edirəm. Ona yeni yaradıcılıq uğurlar arzu edirəm. Ümid İşığı tamaşasında mən rol almışam, Nərgiz rolunu canlandırıram və bu münasibətlə də xüsusi olaraq Nazir müəllimə təşəkkür edirəm. Onun quruluşunda olan bir tamaşadır.